Bu mahnını ilk dəfə Aytən İsmirxanova mənə təqdim edəndə belə bəs mahnı məhəllə kino filmi çəkiləcək, onun soundtrackidir. Oxumaq istəyirsənmi? Onda da mən Eşqin Məhəbbətini oxumuşdum, Aşıq Xanışın gözəl əsərini. Onu çəkdilər filmə. Məhəbbətin qüdrəti. Dedim, mən oxuyaram, niyə oxumuram? Mahnı dinləyəndə elə Aytən xanımın öz səsində idi mahnı. Dedim, bu nə gözəl mahnıdır, bu necə gözəl mahnıdır. Aranjman da yeri gəlmişkən elə özü eləyib. Oxudum mahnını, biz getdik, deməli, Rusiyaya, Moskva şəhərinə məhəllə filminin ikinci hissəsini çəkməyə. Orada Moskva oxumuşdum. İnanırsınız, Moskva oxudum, amma Bakı deyilmirdi deyən, özümü çox narahat hiss edirdim, amma dedim, indi film üçündə neyniyək? Orada da yenə bizimkilərdən oxunur da. Orada mənim o qədər xoş xatirələrim qaldı.